Bir çox psixi problemlərin əlamətləri müəyyən intensivlikdə zaman-zaman hər birimizdə müşahidə oluna bilər. Biz o zaman bunları problem olaraq qiymətləndiririk ki, müəyyən müddət ərzində azalmadan davam edirsə, bizim funksionallığımıza, gündəlik fəaliyyətimizə, digər insanlarla münasibətimizə, özümüzə baxışımıza təsir göstərirsə, o zaman biz bunu problem kimi dəyərləndirə bilərik. Zaman-zaman özümüzü halsız hiss eləyə bilərik, yorğun hiss eləyə bilərik. Maraqlarımızın itdiyi dövrlər ola bilər. Hansı ki, işdən yorğun gəlib hobilərimizə vaxt ayırmadığımız dövrlər ola bilər. Əvvəlki funksionallığımızın olmadığı kiçik bir dövr keçirdə bilərik. Amma artıq bunlar bir neçə aydır davam edirsə, bizim işimizə, dərsimizə, həyat fəaliyyətimizə, insanlarla olan münasibətimizə təsir göstərirsə, burada pozulmalara səbəb olursa, artıq burada müdaxiləyə ehtiyac var deməkdir.